Ukrayna Elmlər Akademiyasının akademiki həmyerlimiz Aydın Salmanov. Aydın Salmanov 1957-ci ildə Şəmkirdən adam olmuşdur. O əsasən bütün iş fəaliyyəti Ukrayna ilə bağlıdır. Orada yaşayıb, orada diasporun, Azərbaycan diasporasının fəal üzvüdür. O orada xalqımız üçün çox işlər görür. Aydın Salmanov eyni zamanda Ukraynada yaradılmış Zərifə Əliyeva adına beynəlxalq tibb mərkəzinin rəhbəridir. Aydın Salmanov 450-dən çox elmi məqalənin və 45-dən çox kitabların müəllifidir. Tibb sahəsi üzrə universitetin tələbələri üçün çoxlu kitablar, məqalələr dərc eləmişdir. Və Mikrobiologiya İnstitutunun rəhbəridir, eyni zamanda kafedra müdürüdür. Dövlətimiz onu layiqincə qiymətləndirib, hər iki dövlət tərəfindən böyük onun əməyi nəzərə alınaraq dəyərləndirilmişdir. Mən də bir rəssam olaraq Fərman rəssam öz el oğlumuzun fəaliyyətini işıqlandırmağı özümə boş bildim. O gözəl ailənin nümayəndəsidir. Şəmkirdə çox nüfuzlu bir ailənin evladıdır. Qardaşı Şahbaz doktor da çox belə rayonda hörmət qazanmış bir doktorumuzdur. Mən istərdim ki, hamımız onu yaxından tanıyaq. Allah canı sağ eləsin, Allah xalqımızın belə oğlanlarını qorusun. Amin.